vaxtınız xeyir olsun. Bu gün izahımda Excel-ə aid sualla qarşınızdayam. Deməli, Excel-dən diaqramlara aid sual tipidir. Gəlin vaxt itirmədən sualımızın izahına baxaq. Sualda bizə deyilir ki, elektron cədvəl bir parçası verilib. B1 xanasına hansı tam ədəd yazılmalıdır ki, A2, C2 xanalarının diapazonu qiymətləri əsasında hesablamalardan sonra qurulan diaqram rəqəmə uyğun olsun. Aha, baxaq. Baxırıq ki, bizə B1 və C1 ikisi də məlum deyil. Deməli, biz B1-i soruşduğuna görə, deməli, biz C1-i tapıb B1-ilə hərəkət edəcəyik. Yəni, B1-i tapacağıq oradan da. Baxın, baxırıq ki, aşağıda isə bizə diaqram verilir və diaqram tən ortadan parçalanıb. Tən ortadan parçalanıbsa, məlum məsələdir ki, bizim bu hissəmiz olacaq 50%. Və qalan 2 dənə parçamız isə 25%, 25% olacaq ki, ümumi olaraq 100% eləsin. Tamam. İndi gəlin baxaq. Deməli, A2 bərabərdir 4C1. C1-imiz məlum olmadığı üçün elə A2-ni yazıram. A2 bərabərdir 4C1 formasında. B2 bərabərdir B1 minus C1-ə və C2-miz nəyə bərabərdir? C2 bərabərdir A1. A1-imiz 4-dür. 4 üstə gələk B2-yə. Baxın, B2-nin də qiyməti burada nəyə bərabər idi? B1 çıx C1-ə. Yəni, mən burada B2-ni yerinə aparıb nə qoyaram? B1 çıx C1-ə. İndi mən bilməliyəm ki, 50%, 25% hansı hissələrə düşür? Yəni, hansı diapazonlara düşür? Baxın, 4 üstə gələk C1 yazılıbsa, yəni C2 bərabərdir 4 üstə gələk, belə deyək də, B1 çıx C1-dirsə, deməli, bu 25%lərdən heç birisi deyil. Yəni, bizim ən böyük payımız bu hissəyə düşür. Deməli, bizim 50% hissəmiz C2 imiş. 25% hissəmiz isə A2 ilə B2 hissələriymiş. İndi biz buradan çıxış edərək tapa bilərik. Tapa bilərik ki, deməli, A2 və B2 ikisi də 25%-dirsə, o zaman A2 ilə B2 bir-birinə bərabər olacaq. Yəni, A2 xanası B2 xanasına bərabər olmuş olacaq. Yəni, A2 xanası B2 xanasına bərabər olmuş olacaq. İndi, A2 ilə B2-ni bir-birinə bərabərləşdirsək, A2 nəyə bərabərdir? A2 bərabərdir 4C1-ə və B2-miz də bərabərdir. B2 də nəyə bərabərdir? B1 çıx C1-ə. Bərabərləşdirsək, o zaman olur ki, 4C1 bərabərdir B1 çıx C1-ə. Və buradan toplasaq, yəni tərəf-tərəf hesablasaq, alınacaq nə? 5C1 bərabərdir B1-ə. İkinci bir bərabərdirsə belə ola bilər ki, biz bunlar əsasında baxsaq, baxarıq ki, deməli, həmçinin belə deyək də, A2 nəyə bərabərdir C2-nin yarısına və yaxud da B2 bərabərdir C2-nin yarısına. Çünki bu A2-miz 25% olduğu halda C2-miz 50%-dir. İndi mən A2 ilə C2 arasında münasibətə baxsam, o zaman A2 nəyə bərabərdir? 4C1-ə. 4C1 bərabərdir. Deməli, mənim C2-min yarısına. C2-miz də nəyə bərabərdir? 4 üstə gələk B1 çıx C1 bölünsün 2. Aha, tamam. Mən indi buradan aparıb, deməli, buradan B1-in yerinə, baxın, buradan da tapmışam ki, mənim 5C1-in bərabərdir B1-ə. Deməli, mənim B1-imin yerinə, istənilən bir bərabərlikdə, B1-imin yerinə aparıb mən 5C1 qoya bilərəmmi? Bax, gətirib burada yerinə qoyaram. O zaman nə olacaq? Bunlar da hər tərəfini 2-yə vursaq, olacaq 8C1 bərabərdir. 4 üstə gələk, B1-imin yerinə 5C1 qoyaram. 5C1 çıxaq C1. Aha, bu formada olacaq o zaman. İndi necə olacaq? 8C1 bərabərdir 4 üstə gələk 5-dən 1-in 4C1. Bunlar da çıxsaq, o zaman olacaq ki, 4C1 bərabərdir 4-ə, C1-im də bərabərdir 1-ə. Tamam, C1-imi 1 aldım. C1-i 1 aldıqdan sonra mən istənilən bir yerdə aparıb B1-i tapa bilərəm. Elə ən sadə üsulu buradan aparıb yerinə qoya bilərəm ki, mənim 5C1-in bərabərdirsə B1-ə, o zaman necə alaram? Yazaram ki, B1 bərabərdir 5C1-ə və C1-imizin də qiyməti 1 olduğu üçün o zaman 5 vur 1 bərabərdir 5-ə. Deməli, B1-imizin qiyməti 5-ə bərabər imiş.